özü mənə danışırdı. Deyir, o qədər gücsüzləşdim. Adi bir bankanın qapağını aça bilmirdim də. Halbuki fiziki cəhətdən bu çox güclü bir insandı. Tam həyatı sönmədi. Sönmədi. Deyir, gücüm yox idi, adi gücüm yoxdur. Deyir, gəldim Bakıda bir psixiatrın yanına. Deyir, mənə bir resept verdi. Dedi ki, gedirsən hər gün səhər saat 9-da heç kimin olmadığı bir yerdə, bir parkda, hardasa, sakit bir yerdə. Bir saat piyada gəzirsən, hər gün. Bəzi dərmanlar da verdi, amma bunu xüsusi tapşırdı. Deyir, getdim birinci gün öz rayonumuzda parka. Parkda bir 10-15 pilləkənlik bir yer vardı. Getdim 3-4 pilləkən çıxdım, deyir, çıxa bilmədim. Bütün tər bastı məni. Gücüm yoxdur pilləkənə çıxmağa. O qədər. Deyir, zəng elədim həkimə. Deyir, dedi ki, narahat olma, elə belə olacaq. Güclə də olsa çıx orana. Deyir, çıxdım, ikinci gündə gəldim həmin parka. 2 aydan sonra bu yavaş-yavaş özünə gəldi, 2 aydan sonra. Və deyir ki, mənə deyirdi ki, indi hər gün onu eləyirəm, bu heç dərmanlar qəbul edirəm. İndi bu gün 50 səhifə kitab oxumuşam, hövsələm çatıb ona. Bundan bilirəm ki, mən yavaş-yavaş sağalıram. YouTube kanalımıza abunə olun.